Elə bu. İstəyirsəz qeyd eləyin. İstəmirsinizsə yenə qeyd eləyin. Feil nisbət məstər necə ki cümlədə tərkib yaradırdı, tərkib olurdu. Eyni formada da feili bağlama cümlədə tərkib ola bilir. Feili bağlama 1. Yadınızda qalsın. Heç vaxt xəbər ola bilmir. Bayaqlarım dedik. Yer zərfliyi və məqsəd zərfliyi ola bilmir. Səbəbi də bayaqlarım izah elədim. Düzdür? Tərkib yaradanda necə olmuş olacaq? Baxın, burada gördüyümüz kimi yemək istədi. Kim istədi? Zöhrab. Mübtada və xəbəri tapandan sonra bu şəkilçili sözdən əvvəldəkiləri ona birləşdirib tərkib əmələ gətiririk. Hüseynə bir şapalaq vurdu. Kim? Müəllim. Yəni, müəllim sözünü biz satar-satmaz feili bağlamasının əvvəlinə qoşub tərkib yarada bilmərik. Birinci mübtada xəbəri tapıb çıxardırıq ortalığa. Başa düşdünüz? Eyni ilə də yuxarıdakı cümlələrə baxanda görürük ki, məsəl üçün, ana, baxın burada, övladının paltarını tikə-tikə deyinirdi. Deyinirdi kim? Ana. Nə tərzdə deyinirdi? Övladının paltarını tikə-tikə. Baxın, bunun hamısı birlikdə olacaq feili bağlama tərkibi. Və yaxud da maşın dönə-dönə həyətdən çıxdı. Çıxdı nə? Maşın nə tərzdə dönə-dönə. Burada artıq tərkib deyiləcək bir şey yoxdur. Sözün özü təkdir, uşaqlar. Bəs yaxşı, biz nə zaman ola bilər ki, feili bağlama şəkilçili sözdən əvvəldəki sözü tərkibə daxil eləməyək? O zaman belə olacaq ki, baxın, ümid, sudan, bayaq dediyimiz cümlə, doyunca qurtuldatdı. Düzdür? İşdi. Birinci mübtada xəbəri tapırıq. Kim işdi? Ayşə. Buradasan qızım. Ümid. Nədən işdi? Bax, gördünüz? Sudan sözünü işdi xəbəri ilə əlaqələndirə bilirəm. Ona görə bu artıq tərkibin arxasında ona qoşulan bir söz olmayacaq. Ayrı cümlə üzvü oldu. Nə qədər işdi? Doyunca işdi. Başa düşdünüz? Bax, bu kimi ifadələrdə diqqətli olmaq lazımdır. Və yaxud da belə bir şey deyim. Atası Hüseyni atası Hüseyni necə bir cümlə artıraq bunun arxasında? Feilə bağlama olsun. Evə gəldikdə sevindirdi. Bəsdir, da sərdən Hüseyni çırpırıq. Bax, sevindirdi kim?